Pensiyalar gecikəcək. Deməli, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yanvar ayı üzrə pensiyaların veriləcəyi tarix məlum olub. Pensiyalar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə yanvarın 13-də ödəniləcək. Daha sonra isə qrafika uyğun olaraq Respublikamızın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək. Xatırladaq ki, 2025-ci ildə əvvəlcədən təyin olunmuş qrafik üzrə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar hər ayın 9-u 10-u verilirdi. Qeyd edək ki, 2026-cı ilin yanvar ayından etibarən 1,1 milyon nəfəri əhatə edən bütün növ əmək pensiyalarını təxminən 10% artırılması planlaşdırılır. Pensiya artımı orta aylıq nominal əmək haqqının əvvəlki ilə nisbətən yüksəlməsi ilə bağlıdır. Hazırda orta aylıq əmək haqqı 9,7% artaraq 1093 manata çatıb.